gedirik Heydoslardan götürürük starteri. Post patrol xidmətləri gəldilər, yaxınlaşdılar. Çətindir. Tapmışam, Moskviçinki tapmışam. Əli maşını incələyir. Amma pisdir ha. Mən elə bildim 21:41-dir qəşəng yığılma Moskviç. Salam dostlar, Qaz 24-ün problemləri bitməməyin silsiləsi gəlir ardı. Deməli, indi Əli nənəm, dostum, həm qonşum, sağ olsun, bütün yəni ətrafımda kim varsa, ya maşını itələməklə məşğuldur Qaz 24, ya da ki yardım əli ilə maşını ilə gəlir. Heç kimdən bu qədər şey istəməmişdim, inanırsa indiyə kimi. Bu Qaz 24-də görə bütün hamı ilə üzgöz olmuşam. Birini evdən gedə çağırıram, xala oğluna. Birini nə bilim, səhər tezdən deyirəm, falan yerə gedəyəm, falan. Hamını boşum salmışam əl-ayağa ki, yəni kömək eləsinə bu Qaz 24-ü bir dənə getməyini düzəldək, sonra hələ yığmağına hələ var imiş. Mən götürdüm güya ki, bu yaxşı vəziyyətdə olan Qaz 24-dür hələ. İndi nədir problem? Maşının dedim ya, akkumulyatorun o köhnə baxmısınızsa, o birisi partda da, yəni akkumulyatorla bağlı demişim, maşının xodlamamaqla bağlı problem var. Getdim təzə akkumulyator aldım mən də. Boş yerdən xərc eləmişəmmiş. Maşının starteri xarab imiş. Başıma bir iki oyun gəldi, yəni onu danışım sizə. Qısaca olaraq indi gedirik Heydoslardan götürürük starteri. Aparıq maşın bazarının yanında bir usta var, onun yanına o starter yığandı. Maşını birini saxladım, burada sokar var hələ evimizin yanında. Benzin, dizel vurdum. Maşını xodlamaq istedim, xodlanmadı. Hadi dedi ki, xodlamayacağım. Orada sağ olsunlar, bütün zaplavşiklər mənə tanıyır. Maşını itələdilər orada, xodladılar. Özdəki ailə ilə getdik, ad günüm üçün həm video çəkəcəkdim, həm də ki maşın haqqında çəkəcəkdim. Getdik ora. Orada bir dənə qəşəng yer tapdıq. Maşını saxladım, maşın söndü, qaldı orada. Söndürdüm elə güc kimi. Maşın dedi ki, xodlanmaram. Heç kim yoxdur. Ətrafda bir adam yoxdur. İnanırsan ki, ya maşını itələsinlər. Öz elə saxlamışım ki, gəlib belə eləmişəm. Tüpükə saldım da burnumda. Dala verməlisən, 3 tona yaxındır maşın. Təzədən üzünü döndərib, itələməsi biraz üzü yuxarı idi. Nəysə, bəxtimdən sağ olsunlar. Post patrol xidmətləri gəldilər, yaxınlaşdılar. Dedim, sizi Allah göndərib. Sağ olsunlar, maşını itələdilər. Dala qabağa çıxartdıq oradan, xodladım. Xodlayandan sonra gəldim. Orada yol polisi saxladı ki, maşının nömrəsində bayrağının silinməsi ilə bağlı belə bir şey var. O da sağ olsun, gördü, az günümdür, məni buraxdı. Hörmət elədi həmin günü ki, bu günlük get, amma maşının nömrəsini düzəlt. Hələ onu demirəm, muftanın jitkisi yox imiş. Taxta, xart yox, şəhərin ortasında. Yaxşı jitkisi var idi, onu tökdüm, düzəldi heç olmasa. Nəysə, uzun sözün qısası, indi gedirik starter düzəldək ki, heç olmasa maşının sürmək vəziyyətinə gəlsin. Saxladığım yerdə xodlayıb təzən harası gedə bilim. Deməli dostlar, gəldik Ağa ustanın yanına. Starter düzəltməyə. Sırf starter ustasıdır. Bunun dərdi nədir? Yakıdır, şotkasıdır, içinə açaq hər şeyinə baxaq. Aha. Bu nə şeydir, mən bilmirdik biz nə starterdir bu. Bu çıxıb Mazda motor dizelin 2-nin üstündən. Onu götürüb üstəyiz Hyundai dedin hə? Hyundai ya. Starterin vəziyyətini göstər də, ümumiyyətcə harası qırılıb göstər. Aha. Yakub deyirlər, o oldu. Yakub. Bu da şotka dərəcədir. Şotka yoxdur hə, ümumiyyətcə? Yox. Gedib akkumulyator almışam ki, maşın xodlanmır. Təzə akkumulyator alıb qoydum üstünə ki, dedilər akkumulyator ölüb. Yox, elə starterdən. Bu akkumulyator da öldürdü. Baxırda qərara gəldim ki, bu starter düzsüz. Programı apardım, ödüm. Bizim yanımızda Heydar usta var, elektrik. Qardaş, nə baş verdi, nə çıxdı içindən, nə oldu? Starterində yakır, şotka, armatkası çox pis günlər idi, yəni onun təmir olunacaq vəziyyətdə deyil. Əslində təmir oluna bilər, sadəcə qiymət cəhətəsində hansı uyğunsa onu eləmək istəyir. Yaxın qiymət gəlib çıxır. Yəni, daha başa gələcək, ona görə zbor dəyişmək daha məsləhətdir. O daha uzun ömürlü olacaq. Bunun korpusunda nəsə çat var idi, deyəsən? Korpusunda çat var, yəni üstündən hamtatı bağlayırlar da, o elə olmaz.
Hamı sıxıb, arqon suvarka ilə o suvarkalamalıdır. Bura maşın bazarının yanında, üzü çox Bəli, azdır. bəli. Maşın bazarının Kuruğun yuxarısı. dairəsidir, bəli. Aha. Bir yanında Uğur servis. Uğur servisin içində. Səhifəmiz də var. Baxış ağa. Deməli qardaş, nə baş verdi? Neynədik biz burada? Starterin bütün avadanlığı yığdıq. Bir dənə də axırıncı avadanlıq bizim bu kontaktları dəyişəcək. Kops bu dəyişdi də, starterin özü dəyişdi, kops qaldı. Bəli, korpus qaldı, 2 yıldır. İndi hal-hazırda kontaktlar çox pis gündədir, nazik. Yeydir ki artıq. Bu çox pis gündədir. Yenisi ilə əvəz olunacaq. Söz onda getdi də, bir neçə il gedər. İşləyəcək. Ən azından maşını itələməyəcəm də. Məqsəd bu idi. Yaxşı qardaş, bunun əgər xərcini, məsələn, baxan istəyirəm ki, görsün ki, gəldim, mən bir dənə bunu dəyişdim, elədim. Neçəyə başı gəldi? Düzdür, hər şeyin öz subyekti, öz qiyməti olur da, individual qiyməti olur. Hesab saçları 160 manat eləyir. Buna da əlavə yəni 20 manat verəcək. 180 manat. 180 manat elədi. Ha. Bəli. Ümumiyyətlə bu şey, proses. Bu proses 160. Bunda içi də hər şey yanmışdı da bunda onda. Bəli, bəli. Avtomatdır, starterin içidir, kömürləridir, yakrıdır, yakr yaman gündə idi. Bir də bu partlamışdı. Ha. Rimen atmışdılar. Rimen çıxartdıq, arqondan sonra qaladı. Nə baş versin? Zavod. Belə dostlar, bu starter məsələsi elə 180 manat burada. İndi gedirəm usta üstündən çıxardıb, Heydər usta. Gedirəm onun yanına, bunu aparım, üstünə bağlasın. Hamısının qiymətlərini bir-bir deyəcəm. Görə bu qazimitə bizi necə gəlir, baxır. Hələ getməklə başı məşğulam, hələ düzəltməklə ki, yəni maşın getsin, prosta getsin, sonra yığdırmaq, nə bilim, ürəyim istədiyim o hələ proseslərə başlamamışıq. Çətindir. Yəni heç kim, heç akroşka birdən akroşka olmur. Hətta o akroşkadır. Sağ ol usta. Sağ olun. Əlləri sağ olsun. Pul da verməliyəm. Eşdən. Əli, çox sağ ol. Sənin səhər tezdən 6-cı günü ver. Bəli, mən Qazimidorda şey elədin. belə şey. Hə, 6-cı gün və səhər. Bəli. Əli Mən sağ. 5-ci günlərim biraz maraqlı keçir. Mən də həftə sonları əslində yaxşı keçir. Mən belə özümə belə şey eləmirəm. Sən gəldin, məni qoymadın tək. Heç nə. Gedək siyasətə. İndi usta gedək sataq. Mən orada çıxdarsan hələ şeydir. Mən qoysun üstünə, oradan sonra gedim. Heydər ustamın bağlasın üstünə. Heydər usta. Tanış olma Heydər ustadır. Muhteşem görəcək bu ustamı. Tapmışam. Moskviçinki tapmışam. Moskviç deyil. Hyundai imiş. Hə? Hyundai imiş. Moskviçə elə çək. Hyundai dizel. Şey də çəkdi. Bunu da çəkdi. Bunu çəkmişəm, onu Bəlkə çəkmişəm. Başqalarına belə lazım oldu. Moskviçinki. Moskviçinki, Moskviç deyil bu. Dünən sporlaşır ki, mən deyirəm Moskviç deyil, Moskviç ola bilməz. Elə Moskviçə elə də satır var. Yəni çat çibiti aldatdı məni. Motoru boyda da elə usta. Dolar 10 kilo zat olar. Əli maşını incələyir. Amma pis deyir ha. Yox, hələlik bu qalacaq onsda. Bu zavoddur da. Çəkər neçə oldu abi? 14. Görürsünüz, mən elə bildim 21-41-də qəşəng yığılmaq Moskviç. Azerka imiş, mən adını heç eşitməmişdim. Qəşəng yığıblar, Lükruzadı. Açıqdır bu. Açıq deyil. Qəşəng Moskviçdir.